Bugün daha bir fərqli və maraqlı gənclər tanıyacağıq. WisePick startapı texnologiya ilə insan arasındakı böyük bir bariyeri aradan qaldıran proqramdır. Təqdimata baxanda tam olaraq nə elədiyinizi başa düşmək biraz çətindir. 10 istifadəçisindən 7-si texnoloji göstəricilərdən xəbərsizdirlər. Mən seçimi edəcəmsə, mən sonra onu neynirəm yoxlayım? Bunu bizim rəqəmsal köşkümüz ona məlumatlar çıxardır. Prosesi daha sadələşdirə bilməzdik. Salam əziz izləyicilər, hər birinizi gələcək üçün bacarıqlar layihəsinin növbəti buraxılışında xoş gördük. Qeyd eləyək ki, layihəmiz Dövlət Agentliyinin tabeli qurumu olan İnnovasiyalar Mərkəzi və Asan TV-nin birgə tərəfdaşlığı ilə yayımlanır. Və biz hər bölüm daha bir parlaq gənci və onun ideyasını tanıyırıq. Təbii ki, münsiflər heyəti onu dinləyir və dəyərləndirir. İstərdik ki, münsiflər heyətini ilk növbədə sizə təqdim edək. Belə ki, Kod Akademinin həm təşkiçisi və rəhbəri Ülvi Aslanov, xoş gəlmisiniz. Xoş gününüz olsun, çox sağ olun. Kobiyanın idarə heyətinin sədrinin müşaviri Zaur Qardaşov, xoş gəlmisiniz Zaur. Xoş gördük. Gamepuls şirkətinin həm təşkiçisi və rəhbəri Vüsal Kərimli, xoş gəlmisiniz Vüsal müəllim. Xoş gördük. Və Qafqaz Ventures Venture fondunun rəhbəri Məmməd Kərim müəllim, siz də xoş gördük. Çox sağ olun. İstərdik ki, WisePick layihəsi barədə məlumat vermək üçün səhnəmizə Xaliq Abbasovu dəvət edək. Hər vaxtınız xeyir, hörmətli qonaqlar. Mən Xaliq Abbasovum. WisePick startapının həm təsisçisiyəm. Bu gün sizlərə təqdimatda mən köməkçi göstərəcəyəm. WisePick startapı texnologiya ilə insan arasındakı böyük bir bariyeri aradan qaldıran proqramdır. Hal-hazırda interfeysini gördüyünüz WisePick istifadəçilərə düzgün seçim etməklərində kömək edir və ona düzgün seçimin verdiyi hüzuru təqdim edir. Həll etdiyi unikal dünyəvi problem odur ki, bu günlərdə onlayn mağazalara daxil olan 10 istifadəçisindən 7-si texnoloji göstəricilərdən xəbərsizdirlər. Onlar üçün RAM, prosesor sürəti, ekran texnologiyaları bunların hamısı yaddır və onlar mağaza daxilində bir labirintdə kimi hiss edirlər. Və nəticə nə olur? Ya səhv cihazı almaqla nəticələnir və yaxud da prosesi heç başa çatdırmamış dayandırırlar. Bu da həmin mağaza üçün satışların azalması və müştəri məmnuniyyətinin azalması deməkdir. Bizim həllimiz WisePick-dir. WisePick süni intellekt əsaslı işləyən bir proqramdır. WisePick inteqrasiya oluna biləcəyi istənilən onlayn retail elektronika mağazalarında bu cür işləyir. İstifadəçiyə hansı prosesoru istədiyini yox, bu mobil telefonu, bu kompüteri, bu tableti nə üçün istifadə edəcəyini soruşur və də bir neçə saniyə içərisində ən optimal variantı ona göstərir. Necə işlədiyini bu cür izah edim. Proses əslində çox saydadır. İstifadəçi məqsədini və profilini daxil edir. WisePick daxilindəki əgər mühərriki isə həmin ehtiyacı ya səbətdəki ya da ümumi elektronika mağazasındakı bütün mobil inventarlarla müqayisə edir və sizə saniyələr içərisində ən optimal variantı göstərib sizin ehtiyacınız olan produkt budur deyir. WisePick sahibkarına bir neçə fərqli biznes modeli ilə gəlir gətirə bilər. Bizim əsas biznes modelimiz B2B sahə üzərinə qurulub. WisePick-in inteqrasiya olunacağı elektronika mağazalarına aylıq və illik abunə haqqı bizə gətirəcək. Digər tərəfdən isə bildiyiniz kimi onlayn mağazalarda da WisePick fəaliyyət göstərəcəyindən hər uğurlu satış hansı ki WisePick-in köməyi ilə əldə edilibdir, həmin uğurlu satışlardan bizə komissiya gələcək. Digər tərəfdən də bildiyiniz kimi WisePick sadəcə onlaynda yox, həm də pərəşanda satışda da öz rolunu oynayacaq. Bu da həmin elektronika mağazaları üçün satışın artması, müştəri məmnuniyyətinin artması və qaytarma hallarının azalması deməkdir. Digər tərəfdən də WisePick öz unikallığını dev retail şirkətlərindən sadəcə birinə daşıyaraq exit edilə bilər. Bazarın ölçüsünə baxdıqda sadəcə ilk 1.5 ildə Azərbaycandakı 3 dev retail və elektronika şirkətləri ilə əməkdaşlıq quraraq illik 180 min AZN-lik gəlir gətirə bilir. Digər tərəfdən bu əhatəni samda Azərbaycana və bütün Türkiyə Cümhuriyyətinə yaydıqda isə bu rəqəm 1.2 milyon AZN-ə qədər qalxa bilir. Ümumilikdə isə WisePick-in Qafqazda və Asiyadakı tələbat potensialını hesaba qatsaq, bu rəqəmin 15 milyona qalxması heç də gözlənilməz deyil. Yol xəritəmizdən sizə danışmaq istəyirəm. İdeyası və süni intellekt təlimi 2025-də edilmiş WisePick proqramı hal-hazırda MVP alı ilə bütün mobil telefon modelləri üçün işlək haldadır və il daxilində partnyorumuz olan Məsləhətdir şirkətinin aracılığı ilə Azərbaycan daxilindəki 3 böyük dev retail şirkəti Kontakt Irşad Bakı Elektronics ilə partnyorluq qurmaq məqsədi daşıyırıq. Və 2027-ci ildə
İkinci versiyası WisePick-in tədris ediləcək və bu tədrisin nəticəsində sadəcə mobil telefonlar üçün yox, bütün elektronika cihazları üçün eyni funksiyonallıqla düzgün nəticə verərək işləş vəziyyətdə olacaq. Sizə bu alqoritmin arxasındakı komandanı təqdim etmək istəyirəm. Deloving tərəfindən mən və partnyorum Emil Əkbarov front və backenddən məsul idik. AI təlimi ilə Röyan Hüseynova xanım məşğul olmuşdur və ən optimal biznes modelinin inkişafı üçün Cəsur Əliyev məsuliyyət daşıyır. Diqqətiniz üçün təşəkkür edirəm. Bu gün sizinlə komanda yoldaşlarımla suallarınızı cavablandırmağa hazıram və onları bura təqdim etmək istəyirəm. Sizə o zaman ilk sualı mən belə ünvanlayım. Ümumiyyətlə sizin təqdimata baxanda tam olaraq nə elədiyinizi başa düşmək biraz çətindir. İlk öncə ona görə bir cümlə ilə ifadə edə bilərsinizmi? Nə iş görürsünüz? Onlayn mağazalarda hər gün istifadə edəcəyimiz telefon, tablet, kompüter kimi elektronik cihazların alışı zamanı qaynar xəttə ehtiyacı olur, bir məsləhətçiyə ehtiyacı olur. Çünki əgər həmin şəxs alıcı texnoloji göstəricilərdən xəbərli yoxdursa, onun öz ehtiyacını, nəyin qarşılayacağını, hansı modelin qarşılayacağını bilmir. Bu da onlayn satışları azaldır. Hər kəs offline öz tutur ki, həmin mağazada üz-üzə biri ilə sual-cavab eləsin, dərdini danışsın və həmin bilikli şəxs, bu texnologiyadan xəbər olan şəxs ona düzgün seçim versin. Belə bir problem var hal-hazırda. Bəli, məsələn Chatbot-suz siz. Chatbotlar həll edir. Chatbot deməzdim, təbii sadə bir interfeysi var, göstərmək istəyərəm. İstifadəçi məsələn cibinə uyğun, büdcəsinə uyğun modelləri səbətə atdıqdan sonra WisePick proqramını işə salır. WisePick proqramı həmin o alıcıdan hansı məqsəd daşıdığını, bunu ofis işi üçün taksi sürəcək bir editordur, proqramistdir, hansı məqsəd daşıdığını deyir və həmin məqsədləri həmin AI mühərriki analiz edərək ona seçdiyi səbətə atdığı inventarlardan ən uyğun olanı göstərir və yaxud da bütün mağazanı analiz edə bilir. WisePick pop-up kimi çıxır saytda, yəni necə tam başa düşməyə çalışır. Bəli. Alış prosesinə canlanmışdan qabaq seçimdə sizə kömək edir. Plugindir də, yoxsa? Plugindir. Necə? Plugindir, nədir? Məhsulun özü nədir? Plugindir. Vizual olaraq necə olacaq? Məsəl üçün mən kontakt.com saytına daxil olmuşam Bəli. və 3 dənə deyək ki, telefon seçmişəm, atmışam. Proses necə baş verir? Yəni plugin kimi kənardan. Onların səbətini necə görürsünüz siz? Dediyimiz kimi də texnologiyani bilməyən bir adam sadəcə büdcəsinə uyğun telefon seçər, düzdürmü? Həmin seçdiyi telefondan səbətə Onu alır. soruşmuruq. Bilirəm, davam edirəm. Səbətə atdıqdan sonra WisePick ona təklif edir ki, mən sizə kömək edə bilərəm işinizə uyğun telefonu seçməyinizdə. Sonra da interfeys pop-up kimi bəli açılır. Pop-up. Chatbotdan fərqiniz nədir? İnteraktivlik daha vacibdir. Yazırsan o sənə deyir, yazırsan cavab verir. Bunu Daha biraz sürətli. elə bir köhnə vərdişlərə qaytarmaq istəyirsiniz kimi gəldi mənə. Təbii ki də slaytların hamısını buraya yerləşdirə bilmədik, lakin dediyiniz funksionallıq WisePick-in özündə də mövcuddur. Əgər bu suallar sizin ehtiyacınızı qarşılayacağınızı düşünmürsünüzsə, tam özünüzü ifadə elədiyinizdən əmin deyilsinizsə, chatbota dərdinizi izah edirsiniz və o da bir insana danışırmış kimi sizi başa düşüb funksionallığını işə salır. Bu linkə keçid edərək startapların təqdimatlarını izləyə və onlara investisiya partnyoru olmaq üçün bizə müraciət edə bilərsiniz. Veb-saytdakı hər bir startap təqdimatının yanında investisiya et düyməsinə keçid edib, açılan pəncərədə öz əlaqə vasitələrinizi yazmaq kifayət edir ki, biz sizlə əlaqə yaradaq. Unutmayın ki, ən yaxşı əməkdaşlıq işin əvvəlində qurulandır. Hal-hazırda qeyd edildiyiniz 15 fərqli özəllikdən seçim icazəsi yaratmışsınız. Normal bir belə deyək, bir gənc əhali götürək. Daha çox yeni telefon alacaq olan və bu sualları verəcək olan adam telefonla yeni tanış olanlar ya da ki dəyişmək istəyənlər, amma daha çox gənc nəsil olacaq, doğrudur. Gənc nəsil buradakilərin hamısını istəyir. Yəni gənc nəsil bu dəqiqə hal-hazırda orada qeyd etdiyiniz hər bir şeyi oyun oynamaq da istəyir, WhatsApp da istəyir, naviqasiya da olur, musiqiyə də qulaq asır, film də izləyir telefonunda. Yəni burada elədiyiniz bir şey çox da faydalılıq prinsipinə baxanda nə qədər faydalıdır əmin deyiləm. Çünki ChatGPT-yə belə girib sual verə bilirik, cavabını verir. Bunun üçün ayrıca bir alətə nə qədər ehtiyac var ki, WhatsApp-ın içində belə fərqli el-elə modellərdən birbaşa danışıq şeyləri də var. Ondan da mən gündəlik şeylərimi sual-cavab eləsəm, həmin nəticəyə gəlib çatacam. Önəmli olan nəticədir də. Mən nəticəyə daha ucuz, pulsuz, əlimin altına çata bilirəm. Yəni sizin qatdığınız dəyər kimə qatır? Kontakt kimi bir Baku Elektronik kimi bir şirkətlərə mi dəyər qatırsınız? Yoxsa almaqda çətinlik çəkən adamlara mı dəyər qatırsınız? Onlar cavab verməsə mən verəcəm. WisePick özündə bir sayda hansı ki edilməsi əvvəl mürəkkəb idi, həmin o funksionallığı daşıyır. Yəni biz alıcıları yox,
həmin o retail şirkətdən elektronika mağazalarına həmin o kömək edirik ki, sizin alıb potensial alıcılar arasında bəli ilk ağlıda gənclərin gəlməsi normaldır. Lakin bizim nəzərimizdə tutduğumuz məsələn bir taksi sürücüsü telefonu dəyişmək istəyir, lazım olan nədir? Uzun ekran sürəsi, düzdür. Lakin o bunu həmin orada onlayn alarkən ya da mağazada çox da ifadə edə bilməyəcək. Deyəcək ki, mən taksi sürücüsüyəm, əgər başa düşəcək ki, ona lazım olan uzun ekran müddətidir. Buna uyğun telefon seçəcək. Çünki hər telefon göstəricisi birinin digərindən daha yaxşı, daha əhəmiyyətli olması onun hansı funksiyaya xitab etdiyini dəyişdirir. Sizin yaş olaraq bazar hədəfiniz var beyninizdə yoxsa? Dediyim kimi potensial Mən baxanda məndə elə təəssürat yaranır ki, sualınıza cavab olaraq, bu yaxşı alət ola bilər 60 plus 80 arası. Texnologiya uzaq. Amma indiki dövrdə texnologiya uzaq insanlarda hansı ki məlumat. Ki doğrudan da bu telefon nədən ibarət? Almaq istəyir özünə smartfon. Amma 60 yaş artıq 60-a gəlib çatıbdı. O 60-a gəlib çatanda telefon dövrü var idi. Bunlar da var idi. Yenə də bu gün 20 seçim eləyəndə 20 il əvvələ baxanda 40 yaşı var idi həmin adamın. Artıq 40 yaşından bəri bu keçib bu proses. Və tərsinə prosesi siz görürsüz. Əvvəl seç, sonra yoxla. Mən seçimi edəcəmsə, mən sonra onu nə edirəm, yoxlayım. Əksinə, mən girmişəm, mənim 70 yaşım var, bilmirəm, smartfon istəyirəm və siz bu qrafik, tamam, çox sadə, intuitiv bir qrafikadır. Seçirəm, mənə bu lazımdır və siz tövsiyə siyahısı çıxardırsınız ki, bu modelləri sizə tövsiyə edirik və artıq mən o siyahıdan seçimimi davam edirəm. Yoxsa mən əgər səbətə seçib telefonu atmışamsa artıq, deməli nəsə də bilirəm ki, bunu atmışam da, bunu təzədən yoxlamaq biraz məntiqsiz gəlir mənə. Mənim sizə bir tövsiyəm olardı əslində. Çünki bir əziyyət var. İşin arxasında bir düşüncə var, bir şey var. Azərbaycan reallığında daha çox qiymət araşdırması var. Fərqli elektronik mağaza şeylər var. Xaricdən də alırıq. Biz qiymət araşdırmasını edə bilsək, mənə gəlişini doğru hesablaya bilsək və plusla elədiyiniz şeyin də onun altında alt feature kimi yarada bilsəniz, yəni əsas özəllik kimi deyil də yan özəllik kimi yarada bilsəniz, bəlkə o zaman daha çox faydalı ola bilər. Yəni elektronik şeylər üzərinə ya da yavaş-yavaş hər şey ən aşağı qiymətdən ən yuxarıya bütün doğru. bazarı analiz edə biləcək şəkildə analiz edib aqreqator kimi. Çünki Azərbaycanda reallıq olaraq hələ də yoxdur. Bu ən ucuz hardadır? Yəni? Ən ucuz şəklində hardadır? Price comparison. Bəli, price comparison kimi. Hələ də real olaraq bu yoxdur. Bu kimi genəldə ümumiyyətlə də elektronik mağazalar çoxdur, bir-birinə bənzər şeylər satır. Birisində kampaniya var, birisində endirimdə, birbaşa ödənişdə fərqli endirim edir, fərqli şeylər var. Ona görə bu bəlkə, yəni bu da köhnə bir ideyadır əslində dediyim şeydir. Bu da yeni bir şey deyil, amma əziyyətin qarşılığını bir şəkildə almanız lazımdır. Və hal-hazırda kontaktın belə bir dərdi varmı? Kontaktın bunu istifadə edərək nə qədər qazanc əldə etdiyinizi danışmalısınız. Bəlkə də var arxada bunun üçün işləmisiniz. O zaman da təqdimatda bizə bunu göstərməlisiniz ki, elektronik şirkətlərin müştəriləri normalda müştəriləri itirir, çünki çox düşünürlər, qərar verə bilmirlər. Biz onların 10% müştəri artımına səbəb yaradacağıq. Qeyd etdiyiniz düzdür. Bəli ki, istifadəçi bu setlərin hər birini seçə bilər. Lakin bildirmək istəyirəm ki, bu sadəcə ilk stepdir və bundan sonra prioritetləşmə başlayır. Ola bilər ki, hər birini seçib və hər birini istifadə etmək istəyir. Lakin sonrakı prioritet ondan ibarətdir ki, həmin o istifadəçinin məqsədi soruşulur. Yəni burada profildən keçir məqsədə. Mən proqramistəm, mən editoram, mən yazıçıyam və mən sözcüyəm. Və AI-ın mühərrikin işə başlaması orada davam edir. Bir də siz dediniz ki, yəni məsəl üçün mən gedib bunun yerinə ChatGPT-dən, Gemini-dən soruşa bilərəm. Amma ChatGPT-nin Gemini-nin yəni ki, yaddaşı limitlidir. Yəni ki, onun informasiya cəhətdən baxsaq, yəni ki, axırıncı telefon modelləri demək olar ki, hər gün təzə telefon çıxır. Grok-a soruşaq. O da Grok da ola bilər. Amma bizdə ümumi RAG sistemi qurulmuşdu. Ona görə də ona əsasən də bizim belə deyək də Amerika Çernil istehsal etməyə çalışırdı, Galaktik istifadə etməyə. Rusiya karandaşı göndərdi. Yəni önəmli olan nəticədir də mənim ehtiyacım nə idi? Ona görə siz orada rəq qurarkən də belə mən perplex deyə soruşaram, cavabını taparam. Yəni bu şeylər yavaş-yavaş uzağı 6 ay ömrü var. 6 ay sonra agent olaraq 6 ay sonra daha yeni şeylər çıxacaq sizin üçün yaşama qarşınıza. haqqı var agent kimi də.
İndi biz hər bütün agentlərə desək ki, Yox, bot deyil. sən niyə yarandın? Bunu mən ChatGPT-yə soruşa bilərəm. Onda Yox, təbii ki, mən sadəcə wrapper kimi tipli agent bazarı gərək orada olmaz. agent tamamilə fərqlidir, amma bu hal-hazırda mənim istədiyim daha çox wrapper kimi bir şeydir. Wrapper kimi bir şeylə agent çox fərqlidir. Yəni agentic AI desəniz, deyərəm ki, okey, agentic AI-dan danışırıqsa. Məncə bunlar elə agentic AI yolunu Bəli, train seçməlidir. olunur çünki böyük ehtimal. Yox, hal-hazırda wrapperdadılar. Əgər ya da siz cavab verin, biz ona görə sizin yerinizə cavablamayaq da. Başa düşürük. Mağazanın databazasını sinxronizasiya eləyirsiniz proqramda, yəni ki, nə satırıq, Bəli. kimdən İnteqrasiya olunandan sonra bəli. Bəs açıqlamaları hardan alırsınız? AI platformalardan da, düzdür? Bəli. AI Onda ChatGPT API istifadə agentlərdə, edirsiniz. agentlər. Bəli, Rəfərdə OpenAI. Sizin yerinizə edərsə, hə. təqdimatda vermək istədiyiniz mesajı tam dəqiq versək daha rahat olar. Çünki anlamaq ki, düzgün suallar soruşaq. Mən tək sualım ona ibarətdir ki, başa düşdüm, konsept necə işləyir və s. Bunu nəyə görə bir bot kimi yox, ayrıca bir belə deyək də interfeysdə həll edirsiniz məsələni. Yəni ki, prosesi daha sadələşdirə bilməzdiniz ki, oradan seçim eləsin və lazım suallarını soruşsun və cavabını alsın. Fərqli dizaynlar ola bilər. Bu ən basit halı MVP halı ilədir. Bir neçə sınaq mərhələsindən keçdikdən sonra feedbacklər vasitəsilə sizin dediyiniz formaya salmaq çox asandır. Eyni zamanda bizim layihəmiz İrşad, Bakı Elektroniks kimi mağazalarda rəqəmsal köşk kimi yerləşdirməyi də planlayırıq. Məsələn, müştəri daxil olur mağazaya, rəqəmsal köşkdə eyni buradakı kimi prioritetlərini qeyd eləyir və bundan sonra ona uyğun bizim rəqəmsal köşkümüz ona məlumatlar çıxardır. Fiziki mağazada Bəli, tablet bəli, kimi. bəli. Rəqəmsal köşk. Sizin bəhs etdiyiniz bir nüansdan danışmaq istəyərdim. Bəli, hər yaş kateqoriyasındakı insan bu dünyəvi yaşadığımız yerdə biləcək ki, ən yaxşı telefon, ən yaxşı kompüter dedikdə ağla bir neçə marka gəlir. Həmin markalar da bir neçə min AZN satır həmin produktları. Bu rəqabət isə daha çox 1500 və 10 aşağısındakı bazardadır. Hansı ki, hər gün yeni model çıxır, biri o birisindən buna görə fərqlənir və texnologiyadan baş çıxan belə əslinə həmin yerdə çaş-başa düşür, əgər büdcəsi azdırsa. Bu hissədə ola bilər ki, 10%-lik, 20%-lik, 30%-lik kateqoriya ən best markalardan alır və onlara ehtiyac yoxdur belə bir pəncərə, belə bir interfeys, hər hansı bir sual vermək, tələbatı qarşılamaq. Bilirlər ki, həmin produkt onların bütün tələbatını qarşılayır. Lakin büdcə azadlıqda isə mütləq ki, bir cihaz digərindən müəyyən funksiyasına görə yaxşı olmalıdır. Bütün funksiyalar yaxşı olan cihaz 1500 və aşağısı qiymətə satılmazdır. Uğurlar. Çox sağ olun. Uğurlar sizə. Bu linkə keçid edərək startapların təqdimatlarını izləyə və onlara investisiya partnyor olmaq üçün bizə müraciət edə bilərsiniz. Veb-saytdakı hər bir startap təqdimatının yanında investisiya et düyməsinə keçid edib, açılan pəncərədə öz əlaqə vasitələrinizi yazmaq kifayət eləyir ki, biz sizlə əlaqə yaradaq. Unutmayın ki, ən yaxşı əməkdaşlıq işin əvvəlində qurulandır. Əziz izləyicilər, beləcə bir buraxılışın da sonuna gəldik. Daha başqa digər startaplarla tanış olmaq üçün gübicenter.az saytına daxil olub oradan tanış ola bilərsiniz. Gələn buraxılışlarda görüşmək ümidi ilə. Xudahafiz.